إلا من تاب وآمن وعمل عملا صالحا فأولئك يبدل الله سيئاتهم حسنات وكان الله غفورا رحيما. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir. İmam Rıza əleyhissalam qeyd olunan ayənin təfsiri barəsində Allah Rəsulundan belə nəql edir. Allah qiyamət günündə mömin bəndələrinə rəhmətini nazil edəcək. Onları öz günahlarından xəbərdar edəcək və sonra həmin günahları bağışlayacaq. Belə ki, nə peyğəmbərlər, nə də Allaha yaxın mələklər onların günahlarından xəbərdar olmayacaq. Daha sonra isə Allah onların günah və xətalarını savaba çevirəcək. İmam Rıza əleyhissalamın bu rəvayətindən çıxan ən vacib dərs budur ki, Allah Teala bütün qüdrətinə və haqqına baxmayaraq bəndələrinə böyük mərhəmət və sevgi ilə yanaşır. Elə bir mərhəmət ki, hətta peyğəmbərlər və mələklər belə insanların gizli eyiblərini görə bilməzlər. Halbuki peyğəmbərlər sirlərin əmanətçisi, mələklər isə günahları yazandır. İmam Sadiq əleyhissalam buyurur ki, mömin bəndə üçün ən gözəl xüsusiyyət odur ki, Allahdan, peyğəmbərdən və imamdan 3 xisləti öyrənsin. Allahdan öyrənməli olduğu xüsusiyyət insanların eyiblərini və sirlərini örtməkdir. Təəssüf ki, bugün sosial şəbəkələr insanların eyiblərinin araşdırıldığı və ifşa edildiyi bir məkana çevrilir. Əgər bu platformalarda diqqətli olmasaq, biz də bu tələyə düşə və zamanla başqalarının eyiblərini açmaq kimi pis bir vərdişə düçar ola bilərik.